Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Hacıqabulda sərnişin avtobusunun aşması nəticəsində 30-dan çox sərnişin xəsarət alıb. Məlumata görə hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğanlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən iri tutumlu rayonlar arası sərnişin avtobusu aşıb. Hadisə nəticəsində 30-dan çox sərnişin, o cümlədən uşaqlar da xəsarət alıb. Yaralılar Şirvan və Hacıqabul xəstəxanalarına çatdırılıblar.